0-1 yaş uşağınız üçün vacib olan bu oyuncaqları alırsınız və cəmi 49 manat ödəyərək bütün digər xərclərdən xilas olursunuz. Üstünə də uşaqlar üçün çox-çox əhəmiyyətli olan böyük piramida, tütək və plastilin hədiyyə qazanırsınız. Bir psixoloq ana olaraq 2 az yaşlı uşağım üçün 0 və 1 yaş arasında aldığım, topladığım, axtardığım və faydalı olan oyuncaqlar idi ki, sizin işinizi asanlaşdırmaq üçün bunları bir boks halında topladıq. Ümid edirəm ki, sizə çox faydalı olar. Baxaq görək bu boksumuzun içərisində nələr var. Yeni doğulanlar üçün 4'ü bir yerdə olan bu cür səs çıxaran oyuncaqlar uşaqda əsas olaraq səsə bələdləşmə reaksiyasının inkişafına dəstək olur və eyni zamanda tutma davranışının. İkinci, belə bir mavi rəngdə tısbağamız var. Həm səsə bələdləşməni inkişaf elətdirir, həm rəng qavrayışına dəstək olur, həm də baxın içərisində sensor olaraq inkişafı dəstəkləyən bu cür plastik top var. Əli ilə bunu rahat şəkildə oynada bilər. Diğer bir şey, uşaqların vazgeçilməz və vacibli oyuncaqlarından biri sensor toplardır. Diğer oyuncaqlarımızdan biri isə su ilə oynayan zaman bu cür maraqlı sensor figurların onunla bir yerdə oynamasıdır ki, eyni zamanda rəng qavrayışını da dəstəkləyir. Spinner. Bu çark vasitəsilə yemək masasına uşaq yemək yediyi zaman yapışdırırsınız bu şəkildə və fırladırsınız. Nəticədə uşaq telefonla yox, bundan oynayır, yeməyi də rahat-rahat yeyir. Əgər bir dənə oyuncaqla bütün motor bacarıqlarını inkişaf elətdirmək istəyirsə, baxın o oyuncaq bu oyuncaqdır. İçərisində yoxdur. Bunun özəl videosu da var, səhifədə baxa bilərsiniz. Çox dəyərli oyuncaqdır. Parça xışxışlı kitabımız var. Cırılmır, sökülmür, uşaq rahatlıqla oynada bilir, eyni zamanda da yuyula bilir. Burasında da diş qaşıması zamanı damağında oynada biləcəyi belə plastik hissəsi var. Uşağın öyrənəcəyi bütün heyvanlar var. Cırılmır, sökülmür və çox rənglidir. Uşağın qavrayışını, təxəyyülünü inkişaf elətdirməyə kömək eləyir. Bu su xalçasının kənarları hava ilə, ortası su ilə dolur. Uşağın bel hissəsinin inkişafı üçün dəstəkləyici xarakter daşır və eyni zamanda sensor inkişafı üçün çox önəmli vasitələrdən biridir. Əllə tutulan, uşağın oynada biləcəyi balaca figurlardan ibarət rezin bir oyuncaqdır. Həm dişinə rahatlıqla salıb qaşıya bilər, həm səs çıxarır, səs bələdləşməsini artırır, həm də rəng qavrayışını ümumiyyətlə inkişaf elətdirir. Son olaraq isə belə bir maraqlı hədiyyəmiz var ki, siz özünüz uşaq üçün bunu oynada bilərsiniz.